Salamlar. Bugün sizinlə özəl sektorda 500 manat əmək haqqı alan işçinin net əmək haqqısının hesablanma qaydasına baxacağıq. Birinci növbədə onu deyək ki, əgər işçinin əmək haqqısı 8000-dən aşağıdırsa, bu zaman gəlir vergisi sıfıra bərabər olacaq. Əgər əmək haqqı 8000-dən yuxarıdırsa, bu zaman əmək haqqının 8000-dən artıq hissəsinin 14% gəlir vergisinə cəlb olunacaq. Məcburi dövlət sosial sığorta fonduna əmək haqqının 200 manatdan artıq hissəsinin 10%, 200 manata qədər olan hissəsinin isə 3% tutulur. İşsizlikdən sığortaya əmək haqqının 0,5% hissəsi, icbari tibbi sığortaya isə əmək haqqının 2% cəlb olunur. Net əmək haqqı isə işçinin hesablanan əmək haqqısından məcburi dövlət sosial sığorta fonduna, işsizlikdən sığorta və icbari tibbi sığortaya tutulan məbləğlər çıxıldıqdan sonra qalan məbləğ işçinin net əmək haqqısı olur. Ayırmalar isə hər bir işçiyə görə müəssisə tərəfindən dövlətə ödənən vergilərdir. Bu zaman məcburi dövlət sosial sığorta fonduna əmək haqqının 200 manatdan artıq hissəsinin 15%, 200 manata qədər olan hissəsinin isə 22% cəlb olunur. İşsizlikdən sığortaya əmək haqqının 0,5% hissəsi, icbari tibbi sığortaya isə əmək haqqının 2% hissəsi tutulur. 500 manat əmək haqqı alan işçiyə görə müəssisə 101 manat 50 qəpik olmaqla dövlətə vergi ödəyir.